Xanım ana heç gözləmirdi ki, bir gün bura çağırılacaqdı. Qəflətən bugün ona gedən zəng, onun bütün mən deyərdim ki, qəlbini titrətdi. Asif bəy studiyadadır. Çox təəssüf edirəm, əziz tamaşaçılar. Bəzən mən istəməyərəkdən analara elə xəbərlər verirəm ki, Asif bəy, xəttədir. Asif bəy, alo. Salam, xoş qadın xanım, salam. Salam Asif bəy, necəsiz? Öncə sizə təşəkkür edirəm bu axtarışı bizimlə birlikdə apardığınıza görə. Buyurun, xanım ananın oğlu ilə bağlı sizi dinləyirik. Xoş qadın xanım, bizim aldığımız məlumatlara görə noyabrın 12-si 1997 ildə Zeynalov Tofiq Nəzəroğlu 70-ci il təvəllüd Sankt-Peterburg şəhərində saxlanılıbdır. Üstündə narkotik tapılıbdır. Milisiya əməkdaşları tapılıbdır. Üstündə narkotik tapılıbdır. Narkotik əsasında düzsəmdə bu adamı göndəriblər 45 nömrəli İsveçin izolyator deyirlər. İstintaq izolyatorunu göndəriblər. Orada olubdur. Avqustun 19-u 98-ci ildə Nevski rayon sudunun qərarına əsasən Sankt-Peterburgda bu adam 10 ay müddətində Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsinin birinci hissəsinə əsasən narkotik qəbul etmə və rastlastaniya zbıt xranini deyirlər. Onun əsasında məhkum olub 10 ay müddətində. 10 ay müddətinə, üzr istəyirəm Asif bəy, mən doğru eşitdim. 10 ay müddətində. Üstündə prosu narkotik tapılıbdır. 10 ay müddətində. Vaxtımıza çox az qalıbdır. Biraz qısa xahiş edirəm. Aha, həbs olunur. Qısa deyə bilərəm ki, düzsəmdə axırıncı informasiya odur ki, xoş qadın xanım. Nə qədər qalıb? 10 ay müddətində həbsdə qalıb. 10 ay müddətində həbsdə olubdur. Sonra? Sonra ondan sonra Rusiya Daxili İşlər Nazirliyinin analitik mərkəzinin verdiyi məlumata görə bugünkü gün dekabrın 1-i 1999-cu ildə Moskovski oblasının Orexovo-Zuyeva şəhərində meyit tapılıbdır. Meyiti daktiloskopiya deyirlər. Deyiliblər, meyitin əsasında olub ki, tutsunlar. Bir dəqiqə, elə demir.